Bu dediklərim 1 dəqiqəni alacaq və təhlükəli vəziyyətdə səni xilas edəcək. Tutaq ki, hər hansısa bir səbəbdən burnun qanamağa başladı. Bu zaman qəti şəkildə başı arxaya bu gördüyün şəkildə vermirsən. Bu çox təhlükəli fəsadlara səbəb ola bilər. Belə ki, burundan axan qan əvvəla qida borusuna gedə bilər və qıcıqlanmalara səbəb olub qusmaya səbəb olar. Digər tərəfdən də nəfəs borusuna gedib, oradan həm öskürəyə, ən pis halda isə ağciyərə daxil olub hər hansısa bir ağır iltihabi prosesə səbəb ola bilər. Bəs bu zaman nə etmək lazımdır? İlk öncə sakit qalmaq lazımdır. Daha sonra başımızı birazca önə doğru əyirik, çənəmizi sinəyə yaxınlaşdırırıq. Daha sonra burada gördüyünüz burunun qanadlarını, yumşaq hissəsini bu şəkildə 5-10 dəqiqə saxlayırıq. Başımız aşağıya və burunun qanadları sıxılmış vəziyyətdə 5-10 dəqiqə saxlayırıq. Bundan sonra isə əksər hallarda qanaxma dayanır. Əgər yardımçı bir vasitə kimi bir şey etmək istəyirsinizsə, buzlu kompresi də burun nahiyənizə tez-tez vəziyyətini dəyişməklə yaxınlaşdıra bilərsiniz. Bəs əgər qanaxma keçməzsə, əgər qanaxma 20 dəqiqədən sonra keçməzsə və yaxud da qanaxma ilə yanaşı halsızlıq, baş gicəllənməsi, ürəkbulanma da hiss edərsinizsə, o zaman həkimə müraciət etmək lazımdır. Dinlədiyiniz üçün təşəkkürlər.